Hamımızın kızıl saatleri var, özde çok zengin. Cənab prezident. Diyen, siz başka reportlardan gelende onlar yoktuydular. Ki senin bu kızıl saatin var yoksa yok. Cənab prezident. Ve sizin yerde burada niye yoktu? Bizdə də yoxlamırlar. Sadəcə deklarasiya yazılır. Sen deklarasya yazırsan ki kızıl saatin var. Fransa'ya gelende, Amerika'ya gelende yahut da ki Almanya'ya gelende. Deklarasiya tələb olan ölkələrdə yazılıqlar. Talep olunur orada deklarasya. Bu bilirsiniz cənab prezident, keçmiş o vaxtdan qalmış bir standart. Geçmiş vaktan sen niye pes şimdi biz yeni vaktaya kalktık? Bəli, biz bunu ləğv eləməliyik. Yine de diyelim de sen kolunda görüm sağdın. Nerede? Kızıldı da. Ha? Xeyr. Ha, piş diyelim sen gelmişsen bırak. Bilmişsen şu orada şey. Buradakilerin bir 90%'ın sağdı kızıldı. Hele kızıl değil, kızıl. Ne bileyim o sağdı da var. Buna ne derler? Ha, falanı beş mekanı var. Hamısı da dünyanı geldi. Harada bunun kızıl saatine deyiblər ki, sen yaz deklarasiya. Ya biz çoxumuzun arvadları da böyle kızıl bəzəklərlə, zatlarla var, bilirəm mən. Gedirlər ora bura. Harada soruşurlar onlardan ki, sen bu, ne bileyim, o brilyant pulundu, ne bileyim, brilyant üzüktü, falandı, beş mekandı. Bunu niye salmamısan deklarasiya? Harada olur? Geçmişten varsan, niye bunu indi eləyirsən? Sen geçmişte yaşıyorsan, yayında yaşıyorsan. Sizin her birinizin borcundan bile var ki, bizi bu geçmişin yaramaz hallarına ve Sovet sisteminden kalmış o bugünkü beynəlxalq normalara uygun olmayan hallardan temizlemen lazımdı. Bu da senin borcundu. Benim borcum değil ki. Rüşvet alırlar. Hem sərhədçilər, hem gömrükçülər, hem polis. Niye? Adi adamlardan rüşvet alırlar. Cənab prezident, belə hallar olmuşdu. Niye? Ne vaxt kurtaracak? Biz son 2 ay ərzində 30 nəfər adam azad eləmişik işdən. Azad eləmişsən, nəticə nədir? Nəticə nisbətən o hallar azalıbdır, amma yenə də var. Nisbətən, niyə nisbətən? Niyə əvvəldən onu gərək zibilləyəydiniz ki, sonra da onu nisbətən yaxşılaşdırasınız? Otur.